Hər birinizi salamlayırıq dostlar. Ümid ki, işləriniz qaydasındadır. Var arxası YouTube kanalındasınız və burada biz azərkeşlər ümumiyyətlə futbolda, dünyada, futbol dünyasında baş tutmuş ən vacib məqamları müzakirə edirik. Azərkeş olaraq bu dəfə Ballon d'Or'u müzakirə edəcəyik və belə qısaca Ballon d'Or podkast reaksiya kimi bir şey çəkəcəyik. Öz fikirlərimizi bildirəcəyik və gördüyünüz kimi artıq bizim heyətimiz biraz dəyişilib. Juventus fanatlarını buradan yığışdırdıq, saxladıq ancaq Real fanatlarını. Ala Madrid. Ala Madrid, bəli. Bizim ölkəmizdə Real Madrid rəsmi fan klubu olan Peñablancasın idarə heyətinin üzvü Lətif. Hər vaxtınız xeyir olsun. Çox yaxşıdır ki, o Vinicius fanatıdır, ona görə də Ballon d'Or'da çox yerli məqamdır. Digər Real Madrid azərkeşimiz Fərman və üçüncü Real Madrid azərkeşimiz Abdul. Bomba kimi. Bax, indi də Romaniyama danışarıq. Elvinə buradan salamlar göndərir. Elvinin bugün, yəni biz çəkdiyimiz günü ad günüdür. Uzun ömür, can sağlığı, yolka şənliyi, bədən forması, məhəbbət. Deməli, məsələ nədir? Bir neçə gün əvvəl Ballon d'Or baş tutdu və bu Ballon d'Or'da qalib artıq bəllidir. Qalibi hələ ki deməyəcəm. Yavaş-yavaş ona keçəcəyik. Uşaqlar, fikirləriniz, təəssüratlarınız və ümumiyyətlə sizə görə Ballon d'Or'u kim qazanmalı idi? Bir və yaxud qonağımızdan başlayaq da onda. Ha? Qonağımızdan başlayaq. Qonağımızdan başlayaq. Lətif, 25-ci ildə sən, məsəl üçün sənin 2 dənə, 3 dənə favoritində ola bilər. Favoritlərin kim idi və nəyə görə? Mənim favoritlərim açığı elə uzman Dembele ilə Mendes idi. Uzman. Mendes nəyə görə? Nə vaxtdan Usman Dembele. Mendes nəyə görə? Çünki Mendes həm klub səviyyəsində, həm milli səviyyədə bu ili çox yaxşı yekunlaşdırdı. Hətta milli səviyyədə finalda da qol vurdu İspaniyanın qapısına. Bu səbəbdə mən açığı Mendesin keçən ilki necə yarım müdafiəçiyə verdilər bu belə deyim mükafatı. Bu il də gözləyirdim ki, müdafiəçiyə versələr daha yaxşı olardı, amma olmadı. Osman Dembele də mənə görə yetəri qədər iş gördü. Ballon d'Or mükafatı üçün. Çempionlar Liqasının qalibi oldu. Dünya Kubokunda final oynadı və mənə görə haqq eləyib. Öz Millətlər Liqası. Amma bu məntiqdə niyə Vitinha yox məsələn? Vitinha. Vitinha da ola bilərdi, bəli. Vitinha da. Vitinha o özünə görə yaxşı bir yer götürdü. Üçüncü yer. Hələ keçən yarım dəfəsə verdilər. Bu ildə müdafiəçiyə o baxımdan dedim ki, Mendes gələn də qapçı deyirsən də. Gələn də qapçıdır. 2 dənə favoritim var idi. Rafinha, Dembele. Mənim də 2 dənə favoritim var idi. Rafinha və Dembele və biri ən yaxşı klubun ən yaxşı oyunçusu idi. Digəri isə individual olaraq ən yaxşı futbolçu idi. İkisindən biri alsaydı pis olmazdı, amma biraz Ballon d'Or necə ki haqsızlıqlar ətrafında fırlanır. Elə gərək bu Ballon d'Or bunu buna görə eləyir. Haqsızlıqlar eləyir ki, danışaq, biz də danışaq. Gəlin elə bir keçək. 30-cu yerdən nə bilim, 12-ci yerə qədər prinsipi hər şey okeydir. Kimsə deyir ki, Vinicius 16-cı yer niyə tutdu? Nə bilim, Bellingham 23-cü yer niyə tutdu? Onları qarışmayaq. Gəlin elə başlayaq Pedri'dən. 13-ün 16-nın, 12-nin 16-nın heç bir fərqi yoxdur. 12-də də olsan arxada. Yəni sən indi meydançaya çıxsan və bomba. Qarşı mən dünyanın 16-cı yaxşı oyunçusuyum. Ol da qardaş. Mən çıxardım şəxsən. Sən ağzımı açsan başqa şeylər çıxar. Sən orada 53-cü olsan da çıxıb deyərsən ki, mən 53 nömrəyəm. Qardaşım, Pedri. Pedri haqsız idi, haqsız. Keçən il Barcelonanı daşıyırdı. İndi belə deyək, çox adam deyəcək ki, Yamal, Rafinha, amma yarım müdafiədə sırf Pedri keçən çox gözəl oynadı. Daşımırdı, daşıyırdı məsələn aslında deməzdim. Ən güclü oyunçusu da mən aslında deməzdim. Ən vacib oyunçusu. Güclü. Məsələn Pedri, məsələn Rafinha olmasa əvəz eləmək olar məncə. Lamine Yamal olmasa əvəz eləmək olar. Amma Pedri'nin məsələn Barcelona özü heç kimdən əvəz edə bilməz. Kimsə deyəcək ki, məsəl üçün Fermin daha çox bunu elə azarkeşin özü də qəbul edir. Onlar Fermin daha hücuma meyilli bir yanda. Nəinki Pedri olmadı orada oynaya bilərdi, amma heç kim Pedri'nin necə deyirlər, 7-8 futbolçu arasında olmalı idi. Onluqdan azından olmalı. 100 azından ən pis haldır. Çünki Vitinha'dan geri qaldığı bir dənə çempionlardı. Fakt. Bu bir məqam. Mən də dediyim 10-cu yerdə idi ki, sən ona layiq görürsən. Onun hype az idi. Qabaqda onun hype az idi. O bizən hype az olan oyunçu Ballon d'Or da verir. Əzim, ötən il Carvajal'a qarşı eynisi oldu. Mendeşə qarşı eynisi oldu. Yəni bilmirəm. Mükafatı mən nəyə görə yarım müdafiəçi dedim Rodri'yə. Çünki elə söhbətlər getdi ki, hər il hücumçuya verilir, yarım müdafiəçi qapıçılara qarşı haqsızlıqlar olur. O baxımdan dedim ki, ötən il necə yarım müdafiəçiyə verirlər, bu ildə müdafiəçiyə verərdilər. Ən azı qalan onluğu
xırdalamaq niyyətində deyiləm Pedri məsələsində, amma ən azı Pedrinin ən azı Cole Palmerin yerini dəyişmək olar. Palmer bir də ona görə verildi ki, dünya çempionatını uddu. Dünya çempionatı orada finalın ən yaxşısı oldu. Konferans liqasını qazandılar, amma konferans liqası göstərici deyil. Konferans liqa Chelsea səndə qardaş Udmalıydın da, yəni. Yox, O şəkil var ya, böyük gədə oturub uşaq bağçasında, ibacı uşaqlar, elə bir şeydir yəni. də. Palmer Bu ildə- konferans liqasının birinci yarısında Bu il də onu ümumiyyətlə gördünüz necə heyətdə reklam yox idi. elədilər. Ha? Bu il onu gördünüz necə reklam elədilər şeydə bu UEFA-da. Ki həm konfransı qazanan, həm UEFA dünya kubokunu, həm Hansısa məqamda? Çempionlar Liqasını, Hayır, Dünya hayır. kubokunu qazanan yeganə klub. Çünki ingilislər özünkilərini soruşturmaq istəyirlər. Biraz da şeydə Jude Bellingham'dan alınmadı keçən bu 24-25 mövsümdə. Saldılar Palmer ortaya. Amma mənim yadımdadır, rahat bir 2 ay var idi ki, Chelsea azarkeşləri gol və yaxud assist gözləyirdilər. Adam gol assist eləmirdi. Aprel, may, yox, aprel, may deyil də yanvar, fevral, mart belə bir ərəfə idi. Adam qol assist eləmirdi. Nətər oldusa 8-ci. Nəysə. Amma başa düşmədim. Okay. Kylian Mbappé'nin 7-ci. Kylian Biraz Mbappé qabaqda ola bilər deyəsən. Yox, qabaqda- olmalı deyil. Yox, Olmalı O deyil. öz mükafatını aldı. Öz Qızıl mükafatını butsunu aldı, aldı. aynen. Çünki keçən il qollardan başqa çox güclü qatqısı oyun cəhətdən ola bilməzdi. Adaptasiya dövrü idi. Ondan O da- qabaq da 6 ay o oturdu da məsələn okey, o da Zamendə. Biz ondan Ballon d'Orda top 5 gözləyə bilməzdik. Amma bu bütün sırada siyahıda ümumiyyətlə 30 oyunçu arasında artıq 7-8 il daha bada onluqda olan yeganə futbolçudur. Yaxınlaşır biraz 4 tutur sonra 6-ya düşür, 5 olur 7-yə düşür, belə. Real Madrid inşallah Çempionlar Liqasını qazansa 100% Məncə əsas namizəd Kylian Mbappé də öz mövsümü də yaxşı başlayıb. Aşraf Hakimi 6-dadır. Blin. Pis deyil. Pis deyil. Müdafiəçi Pis üçün deyil, amma nə deyil. mənada pis deyil. Adam gol plus assistə görə 30 xal yığıb da yəni. İndi Düzdür. yenə də- Deyəcəksən yenə Fransada, amma Fransada. Çempionlar Liqasında da yığıb da qardaş. Başa düşdüm də amma Mən də deyəcəm ki, Mendeşlə onun yeri dəyişir ola bilərdi. Mendeşi 6-ya qoyub, Mendeş Hakimini Daha bir 10-cu şey yerə. deyim. Mendeşlə niyə razıyam? Mendeş onun cinahında oynayan oyuncuları yeyirdi və məhv eləyirdi. Evə ABD çıxırdı oyunçu yeməyə. Bəs Hakimi Mendeşin- yox. Hakimin krayından çox Mövsüm boyu, Mendeşin mövsüm boyu bərbad oynadı dediyin oyun sayı 2-3. Bir əlində belə deyək, 2 əl yox, bir əlin barmaq sayını keçməz. Ona görə də o Soram kimi. ən böyük biabırçılardan biri Rafinha. Rafinha şok. Mənim üçün şok idi. Məncə İkisi bu olmalıydı. Barcelonanın borcluğu nə cəhətdən? Hype maşın var, lobby var. Bu normaldır. Real'ın lobisi var, Barcelona lobisi var. Onlar səhv oyunçuya bütün media gücünü Bəli, göndərdilər. onlar Yamal'a daha Onlar çox. Yamal'a elədilər. Yamal da o vəziyyətə deyildi nəyə görə mövsüm ilk yarısında o qədər atəş və şanlıq eləmədi. İkinci yarısında biraz elədi, amma Rafinha tam yaxşı mövsüm keçdi. klubun daxilində Pedri ilə Rafinha olan heyətdə Yamal yanlış qabağı adamın üzərinə, bəli. Rafinha'nın qabağı çəksə Yamal- bəlkə də hətta çempionlar qazası qazanmadan Rafinha ancaq öz o gücünə görə 63 gol plus assistinə görə Ballon d'Or qazana biləcək. Yamal bilsən necə gələcəkdə belə oynasa qazanacaq. Amma Rafinha ucu yaxşı gedir. Çox pis oldu ya Rafinha Növbəti görə. dəfə o bu belə deyə bu səviyyədə oynamağı bilinmir. Salah bundan qabaq tutub. Hə, amma ki Salahın gol plus asisti ola bilər bundan çoxdur və s. bu Premyer Liqada amma yenə deyirəm böyük Rafinha bir dənə də golun penaldan vurmadı. Vurmayıb, plus Rafinha elə avqustdan maya kimi tam oynadı. Salah PSG-dən sonra 8-dən sonra söndü çünki Premier Liqada da çox qabaqdaydılar. Çempionlar Liqasında artıq yoxdur. O artıq özü də orada başa düşdü ki, Ballon d'Or olmayacaq. 100%. Amma 4 də yoxdur qardaşım da. Rafinha Dörddür, maksimum dörddür. Rafinha maksimum ikinci. Mən heç bir də gözləmirdim. Yox, Çünki bir olan- Osman Dembele olmalı Amma idi də qardaş. Salah yox amma Adam Salah Çempionlar Liqası, yox, baxın Çempionlar Liqası boş yerə, boş kubok hesab eləməyin. Çempionlar Liqası ümumiyyətlə qazanmaq o deməkdir ki, artıq sən 80%, 90% Ballon d'Oru garantiya almalısan. Yox, UEFA indi mən səndən narazı bir deyiləm. nömrəli turniridir Çempionlar O Liqası. 2010-13-də məsələn nəticələr onu demir. 2010-da Sneijder qazandı, Messi tutdu. 13-də Ribery qazandı, Ronaldo Hazırki tutdu. çempion indi bu dəqiqə hazırki Çempionlar Liqası ümumiyyətlə son 13-15 ili nəzərə alsaq görürük ki, sən Çempionlar Liqası kubokunu qazanmalısan ki, indi bəzi belə deyək də istinadları çıxmaq şərtilə, İstinadlar bəzi dünya kuboku. adları çıxmaq şərtilə. Dünya kubokudur yəni. Hə, FIFA verir deyənə Ballon d'Oru. Bəzi futbolçulara çıxmaq şərtilə. Yox, Sən Çempionlar Liqasının Saz hissə olur ki, 3 dənə Real kanata oturub. Çempionlar Liqası çempionu. Bu il Barcelona Çempionlar Liqasının çempionu olsaydı 100% Rafinha qazanacaq. Yamal qazanacaq. Yamal qazanacaq. Üçüncü yerdə Rafinha çünki Braziliyalıdır. Rafinha'ya heç vaxt o kuboku verməzlər, mükafatı verməzlər. Braziliya Aha, başladı siyasi məsələlər burada. Xeyr. Masonlar və s. Inaplanet. Vitinha. Üçüncü yerdə Vitinha açığı danışılası bir məqam yoxdur. Vitinha top 5-də olmalı idi. O olmalı idi. Onun nə danışır? Və Lamin Yamal məsələsində mən bir şeyə başa düşmədim. Bax,
Lamin Yamal da, yəni bu balonda, okey, gəl lobbini qoyaq biri qırağa. Lamin Yamal ikinci yerdə, düzdürmü? Yəni bu fakt biz bilirdik ki, bu balondor uğrunda mübarizə aparacaq. Deməyəm ikinci yer, 6-cı yer. Oradadır da, yəni top onun içindədir də. Amma buna sən niyə Kopa verirsən, trofi? Kopa trofi var, ən yaxşı gənc oyuncu. Zaten Kopa trofini qazanmışdı. Onu keçmiş olmalıdır axı. O da düzgün O mükafat deyil. sən artıq Desire Doué var idi məsələn. Hansı ki, o ala bilərdi. Ona həvəsləndirici mükafatı ona verməli idilər ki, Həvəsləndirici niyə adam zaten 17-18 yaşında Ballon d'Orda ikincidir də. Yəni Niyə həvəsləndirici. onu da danışsan, vermək atası lazımdır çıxıb yəni. dünən deyir ki, hələ mənim oğlum deyir birinci yer tutmalıdır. Niyə? Hansını ailəsən? Çünki artıq o lobby, o reklam, o beynini doldurub da bilir. Orada bir sual çək, sən kimsən axı da? Əziz, Yamal bizi Barcelona'da keçdilər 100% deyəcək. Yamal yaxşı futbolçudur, əla da futbolçudur. Yaxşı da gələcəyi var, amma bu gün top 2-də olmalı futbolçu deyildi. Yəni siz özünüz Biz Rafinha'na salırıq o iki siyasına. Amma Yamal orada olmamalıydı. Özünüz də razılaşın ki, ikinci yerdə ən azı Rafinha olmalı. Yamal hətta Pedri'dən də arxa planda olmalıydı. Hətta ola bilər, mən də razıyam. Mən Amma neysə, yəni, boş yenə də şeydir. yəni söhbət artıq Yamalın pis yaxşı olmasına getmir də. Məntiqdən gedir ki, gənc oyunçudur, Çempionlar Liqasını qazandı və partlayış elədi. Yamal ondan əvvəl partlayış elədi, Kopi trofini qazandı. Desire Doué indi partlayış elədi, indi o qazanmalıdır. İndi tarixə iki qat Kopi trofi qalibi kimi, bəlkə də Yamal özü də kayf almadı o Kopi trofidən. O neynir axı o? Neynir Sən lazımdır o? necə Kopa trofini və Ballon d'Or'a ikinciyə tuta bilərsən? Məntiqsizdir axı. Yox, Bu lazım bunun deyil uğrunda yəni. mübarizə apardı adam da. Niyə verirsən Bu onu? mənimdir, bu dəfə mən qazanacağam. Alaba qazana bilərsən. Alaba ürəkdir. Alaba Və birinci yerdə Osman Dembele, Usman Dembele. Usman Dembele. bəlkə də futbol tarixində belə o mətni danışdı, nəsə danışdı o Ballon d'Or'dan sonra ki, mənə inanmırdılar, mən sıxılmış vəziyyətdəydim. Çox dramatik danışdı. Maması ağladı, o ağladı, Dostu mən ağladım. ağladı. Mən çox Yoldaşım sevindim o oturdu, yerdə ağladı. ki, Usman Hə, Dembele Dembele qazandı yəni mükafatı. çox yazıq. Dembele Amma ki doğrudan da Dembele Barcelona sonra göstərdi ki, dünya klassı oyunçudur. İstədiyi vaxtda belə deyək də lazımlı bunu yönəltsələr, bu nəticə verə bilər. Dembele bir sənəyə görə də layiq idi, hər şeydən kənar. O qədər bacarıqlı oyunçu var, sınır. Bəli. Və qalır belə də. Götze, Mötze, o qədər adam deyə bilər. Neymarın özü, hamısına o qədər adam, amma Dembele bəlkə aralarında ilk belə adamdır ki, tənbəl olmasına baxmayaraq, nə bilim, rejim saxlamır, hər şeyi belə çox Layiq idi. amma getdi özünü dəyişdi. Bu ona görə Məşqin layiq də idi. çox əziyyəti var. Məşqi də onun üzərində çox Bəli, əziyyəti var. bir Ona şey- görə bir də şey- Amma layiq idi, bir mənalı layiq. bizim belə yekun fikrimiz, nəticəmiz ondan ibarətdir ki, Osman Dembele layiqincə öz Ballon d'Or'unu qazandı. Bəzi məqamlara çıxmaq şərti ilə düzdür, keçən ilki kimi xayip olmadı, amma bəzi məqamlar əlbəttə ki, biraz haqsız Sən oldu. belə bir şey deyim, o dəyişdi qızıl toqqu, sən də normal bədən çıxartmısan ha. Çox sağ olun, Allah razı olsun. Əfqan. Uşaqlar, siz də öz fikirlərinizi yazın. Hansı məqam, hansı burada yer sizin narahat elədi ki, kim hansı yerdə olmalı idi, kim olmalı deyildi, kim layiqincə öz yerindədir ya da ki, layiqincə öz yerində deyil. Fikirlərinizi şərhlərdə yazın. Bizim digər var arxası sosial şəbəkələrimizə abunə olun, Instagram və TikToka və ən əsası izləmədə qalın. Görüşərik.